Buongiorno amici. Demək, əlimdə Azərbaycan paxlavası, başımda dəli fikirlər, yadıma düşdü böyük dostum Pir, alim, fazil, rəhmətli Hacı Ələmdar Mahirin qəzəli. Ey Adəm oğlu, bu dünya tamam müəmmadır. Hər addımında kədər, qüssə, qəm hüveydadır. Bir Adəmin ki yolu bu bəlalı dünyadır, canın tutub dişinə bir təhər sıxıb getsin. Ey öz cəmalı ilə toplayan bütün varın, zaman gələr ki inan tapılmaz havadarın. Onun bunun malına göz içən tamahkarın, tökün qabağına dünya malın tıxıb getsin. Allah Hacı Ələmdar Mahirə rəhmət eləsin. Demək, Rusiyanın Azərbaycandakı canişini, tabutuna son mıx Mehdiyevin həbsindən sonra, yəni da ev dustaqlığı da olsa böyük bir şeydir. İndi baxıram ki, Amerikada yaşayan Pariklər Kraliçası seks po telefonu əməkdaşı kimi sevinç başlayıb səsini ha titrədə ki, ay nə bilim, hakimiyyət bəhanə eləyib bir çox vicdanlı insanları həbs eləyəcək. Mən dünən də sözümü demişəm, bugün də deyirəm. Tural Sadıqlı da Ramiz Mehdiyevin əməkdaşı, Elmlər Akademiyasından ezam olunmuş əməkdaşı. Tural Sadıqlı da o kim orada biri balabacısı, biri də züy tutur. Yadınızda saxlayın. Mehdiyev şəbəkəsindən kim həbs olunsa, hansı şərəfsiz onların müdafiəsinə qalsa, o adamları mən dünən də yazımda, postumda qeyd eləmişdim. İçimdəki 30 illik vulkan ki var ha, o vulkandan kül eləyib məhv eləyəcəm. Yəni bu kriminal yollarla demirəm. Mən bilirəm, mənim hansı metodlarım var. Bunu bütün Azərbaycan xalqı bilir. Bunu bütün ölkənin ictimai siyasi sektoru bilir. Tak ki o, akıllı olun evladım, akıllı olun. Bilirəm, Ramiz bir çoxlarına Avropada qəşəng pullar xərcləyib, ölkənin nə bilim başçısını, ailəsini söydürmək, təhqir, nə bilim, manipulyasiya. Azərbaycanda feministlərdən tutmuş bütün Elmlər Akademiyasına qədər hamısı onun şəbəkəsi idi. Hər şeyin bir axırı var da, Firon da özünü Allah elan eləmişdi. Amma ki sonu nə oldu? Dəryada boğuldu. Ona görə də ağıllı olun. Mehdiyev şəbəkəsi çox kəllələr aparacaq. İstəyir ölkənin daxilində, istəyir ölkənin xaricində. Bu mənim üçün şəxsən şəxsi məsələdir. Ümumilli məsələlərdən fərqli onlarla yanaşı olaraq şəxsi məsələdir. Belə işlər. İndi bu Azərbaycan paxlavasını aparıram vəkilimlə bölməyə. İsveçrənin ən krutoy, ən cool vəkili mənim vəkilimdir. Aparıram ondan paylaşmağa ki, qoy Azərbaycan paxlavasının dadına baxsın. Belə işlər, özünüzdən müğayət olun. Allah Azərbaycanımızı qorusun. Kıstati, Ukrayna bayrağı gözəl. Salam aleykum hamıya.